Son günlər mətbuatda Neftçi klubunun da maliyyə bataqlığında çabaladığı və futbolçuların 5 aydır maaş üzünə həsrət qaldığı deyilir. Klub rəsmiləri bu məsələni nə qədər gizlətməyə, örtbasdır etməyə çalışsalar da, xəbərin doğruluğu dolay yolla olsa belə öz təsdiqini tapıb, Elvin Yunuszadəyə ünvanladığımız sual vasitəsilə. Batma səbəbləri kimi maliyyə problemləri, futbolçuların maaşlarının gecikdirilməsi, hətta deyilir ki, bir neçə aydır ki, neçə futbolçuların maaşları. Yəni vallahi bu barədə danışmayım heç. Elvin sözünün davamını gətirməsə də, davamı çox güman ki, bu cür olardı. Bu barədə danışmayım, yoxsa mənə problem olar. Demək ki, problem var. Yox, deyəmərəm elə bir şey, yəni inşallah yaşalar şey. İnşallah. Gördüyünüz kimi, Elvin açıq-aşkar problem olduğunu susmaqla və danışmamaqla təsdiq etdi. Əks halda təksib edərdi. Lap elə klubun vitse-prezidenti Elnur Məmmədov kimi.